İfadəni sadələşdirin. Birinci kəsirin sürətindəki ifadənin vuruqlarına ayıraq. Hasili vuranda 6, toplayanda -5 eləyən ədədlər kimi x çıxılsın 2, x çıxılsın 3. Vuranda müsbət 6 eləyir, toplayanda -2 ilə -3-ü -5 verir. Məxrəci də vuruqlarına ayıraq. Müxtəsər vurma düsturlarından x kvadrat çıxılsın 4, x kvadrat çıxılsın 2-nin kvadratı kimi. Yəni x çıxılsın 2, x üstə gəlinsin 2 şəklində. Bölünsün. İkinci kəsir sürət və məxrəcini vuruqlarına ayıraq. Sürəti vuruqlarına ayırsaq x çıxılsın 3, x üstə gəlinsin 3 eləyəcək. Kvadratlar fərq edir və məxrəci də yenə vuruqlarına ayıraq. Vuranda müsbət 6, toplayanda müsbət 5 verəcək ədədlər kimi x üstə gəl 2, x üstə gəl 3 bərabərdir. İlk öncə elə özündə ixtisar aparmaq olar. Yəni qalır birinci kəsirin sürətində x çıxılsın 3, x üstə gəl 2 də məxrəcdə. Bölmə əməlini vurma əməli ilə əvəz edib ikinci kəsiri tərs yazıram. X plus 2 bölünsün x minus 3. Bunlar da ixtisar gedir, qalır sadəcə 1.